Herkese salam, kanalıma hoş gelmişsiniz. Bu videoyu çektiğim tarih iyul ayının 31'idir. Ancak montajladığım tarih ise oktyabr ayının son tarihləridir. Təəssüf ki, indiyə qədər həqiqətən də vaxt eləyib bu videonu montajlaya bilmədim. Gördüyünüz bu videoda gecəni heç yatmayan bir Yasəmən görürsünüz. Ona görə də dəhşət dərəcədə solğunam və videonun ilerleyen dəqiqələrində də həqiqətən çox suratsız, çox halsız və yorğun, solğun göründüyüm üçün sizdən əvvəlcədən üzr istəyirəm. Təxmini səhər saat 5-6 radələrində oyandıq və bütün əşyalarımızı maşına yığdıq. Ondan sonra isə saat 7-yə doğru evdən çıxdıq. Bir neçə də çöldə işlərimizi həll etdikdən sonra saat 7:00-da artıq şəhəri tərk etdik. Səhər çox tez saatlarda çıxmamızın avantajlarından biri də Batuma doğru yollarda probka olmamağı idi. Yoxsa orta saatlarda, yəni gün içindəki saatlarda çox dəhşət dərəcədə probkalar olur. Ona görə də səhər tezdən çıxmağa qərarı aldıq. Yol kənarında da həmişə belə şirin çörək və normal isti çörəklər satılır. Şirin çörəyə nazuki deyilir. İçində isə quru üzümlər var. Dadı normaldır. Bir çörək və bir nazukiyə 5 lari verdik. İçində də gördüyünüz kimi belə üzümlər var. Yol kənarında gördüyüm maraqlı şeyləri çəkməyə çalışdım. Hal-hazırda Kutaisi şəhərindəyik. Biz indi gedəcəyik Urekiyə. Urekdə biz bir həftə qalacaq. Bir həftə sonra 5 günlük Trabzonda olacaq. 5 gün sonra isə 3 günlük Batumda olacaq. Hər saat 7-də artıq şəhərdən çıxdıq, yəni evdən çıxdıq və saat 10-da artıq Kutaisi şəhərindəydik. Əslində biz Kutaisi şəhərinə heç girmədən daha qısa bir yolla 3 saat yarım kimi bir yol gedib birbaşa Ureki şəhərinə çata bilərdik. Kutaisi şəhərinə girmək istədik çünki həm biraz eksiklərimiz var idi, onları almaq istədik. Düşündük ki, burada hər hansı bir mol olar. Yəqin ki, hər şəhərdə olduğu kimi bir mol olar. Moldan eksiklərimizi alarıq. Əslində mol var, ancaq yəni elə bildiyimiz mollar kimi deyil. Sadəcə yəni bilinmədik bir markaların mağazalardı elə belə. Orada da ki, yəni heç girmədim. Sadəcə yanında Defacto və Corso Italia var idi. Elə o ikisi də mənim ehtiyaclarımı qarşıladı. Bir neçə eksiklərimi aldım və bir neçə də yenə xoşuma gələn paltarlar aldım. Saat 12'nin yarısıdır. Yəni ki, hardasa 1 saat yarımdır biz buradayıq. Bizim isə otelə check-in etməmiz saat 2'də olacaq. Check-in 2'də olduğu üçün düşündük ki, yəni hələ ki vaxtımız var. Ona görə elə eksiklərimizi buradan tamamlayaq. Urekdə də biz əslində ehtiyacımız olanlar ala bilərdik. Ancaq Urekdə təbii ki turistik zona olduğu üçün orada yəni daha çox baha olur. Ona görə yenə də əlimizdən gəldiyincə buradan almağa çalışdıq tapdıqlarımız qədərilə. Birazdan çıxacağıq və gedəcəyik Urekə. Təxmini 1 saat qədər yol gedəcəyik yenə. Hava dəhşət istidir. Dəhşət, yəni başı salmaq mümkün deyil. Belə maşında oturursan kondisionerlə, maşından isə düşəndə yəni nəfəs ala bilmirsən, o dərəcədir yəni. Bu arada həqiqətən artıq ciddi tipim kayıb. Tez getmək istəyirik ki, yəni hələ ki o heç vaxtımız da var otelə check-in etmək üçün, amma yenə də gedib tezcə duş alıb rahatlamaq istəyirik. Artıq istidən rəngim nə rəng olub heç bilmirəm. Gah sarı olur, gah qırmızı olur. Yıprandım.
mağdurum. Elimden geldiğince biraz yolları çekmeye çalıştım. Yollar hakikaten çok güzeldi. Bunu da diyeyim, dəhşət çox yorğunam. Bugün ayın 31'idir ve dünən gece 3'te yattım. Səhər 5'te uyandım. 3'te değildi. 4'ün yarısı, 4 kimi, yani 3'ü keçmişdi artıq. Və səhər 5'te qalxdım. Yəni tez qalxmalıydıq. Bütün əşyalarım maşına yığmaq lazım idi. Ona görə də səhər tez uyandıq. Gec yatmamın isə səbəbi həqiqətən son günə qədər hələ də sifarişlərlə uğraşırdım və çamadan falan yığmaq hamısı hələ də qalmışdı. Birini yığa bilməmişdim. Gecə hər şeyi həll etdim. Demək olar ki, artıq dünənki günü neçə maşın, paltar yuyuldu, sayını bilmirəm. Hamısını yuyub, lazım olanları bura gətirib, olmayanları isə orada, yəni kirli qalsın istəmirdim. Sadəcə problem budur ki, yəni mən paltarı çox çeşidlərə ayırıram. Deyək ki, corablar ayrı çeşidli, rənglər, ağlar, qaralar, yəni corablarda belə ağlarla deyək ki, qaraları ayrı yuyuram da, qaralar full ayrı yuyuram. Ağlarla da biraz krem tonları olanları bir yuyuram. Yəni ki, mən çox çeşidlərə ayırdığım üçün təəssüf ki, işim belə gec çəkdi. Belə, yəni həqiqətən çox yorğunam. Düşünürdüm ki, gələndə yolda yataram. Yolda da yatmadım. Yəni yol gedəndə əslində çox yatmağı sevmirəm. Hələ də ki, həmişə fərqli yerlərə gedəndə. Çünki yollara baxmaq sevirəm. Hansı yerlərdən keçdiyimizi görmək istəyirəm deyə yatmadım. İndi isə həqiqətən çox yorğunam. Danışa bilmirəm. Gözlərim yumulur artıq. Gedərik indi oteldə biraz dinlənib, ondan sonra isə axşama doğru çıxarıq artıq. Üstümə isə belə rahat bir şeylər geyindim. Əslində kamerada renklər niyə belə qəribə çıxır bilmirəm. Əlim bu dəqiqə çox qara kimi çıxır. Yəni təbii ki, çox ağ əlim də yoxdur, amma belə də deyil yəni. Belə, yəni üstümə belə rahat tulumu geyindim. İnşallah ki, çox isti olmaz. Əslində dənizə girəndə belə bir isti istəyir insan üşüyəndən sonra. Amma yenə də yəni çox istidir. Hava dəhşət, yəni heç xoş gəlmir, insan heç nəfəs ala bilmir. Belə, yəni çox uzun danışmaq istəmirəm, güncəlləmə etmək istədim elə. Yəni dediyim kimi çox yorğunam, ona görə də çox yorğun bir ifadə ilə video çəkirəm. Bunun üçün də üzürlü sayın, daha nəşəli, daha cıvıl-cıvıl olmaq istərdim, amma həqiqətən bax belə duranda gözlərimi aça bilmirəm sanki. Yəni gözlərimin üstündən bir şey basır. Bir yerdə dayanmışıq. Yoldaşımın burada işi var. Daha doğrusu burada dostu işləyir. Dostunla görüşür. Biz bura gəldiyimiz gün burada bəzi tədbirlər var idi, konsert var idi və yarmarka standlar var idi. Bunu mən bilirdim çünki bu yarmarkadan təklif almışdım. 6 günlük bir yarmarka idi. Eynən mən burada olacağım günlərə düşürdü, amma buraya dincəlmək üçün gəldiyim üçün həqiqətən heç o barədə düşünmədim. Çünki son zamanlar o kadar sipariş hazırlamıştım ki, o kadar örgü örmüştüm ki artık hiçbir ip falan görmek istemirdim. Hiçbir işle bağlı düşünmek istemirdim. Hakikaten çok yorucu bir sezon geçirmiştim. Ama tabii ki yorgun olmasam bile bu teklifi kabul etmezdim. Bu dəqiqə hava həqiqətən çox gözəl, sərindi. Günüz həqiqətən dəhşət idi. O qədər də yorğun idik ki,
Ancaq yatdıq axşama qədər, yəni yerləşdikdən sonra yatdıq. Sonra isə oyandıq, yemək falan yedik. İndi isə biraz sahildə yürüyüş eləyirik, çünki həqiqətən çox qəşəng külək əsir. Növbəti gündən salam qızlar. Dünən həqiqətən o dərəcə yorğun idim ki, sahildə biraz gəzdikdən sonra gəldik və sadəcə yatdım. Yəni həqiqətən çox yorğun idim və yorğunluğumu hələ üstümdən ata bilməmişdim. Gündə bir qəribə hiss edirəm, yəni halsız kimiyəm. Amma bəlkə də havadandır. Bu arada oğlum çizgi filmə baxır, onun səsidir. Dünən dəhşət isti idi hava. Bugün isə çox şükür sərin oldu. Yəni yenə də istidir, amma dünənə baxanda yəni nəfəs ala bilməyəcək qədər isti deyil. Səhər getdik dənizə. Bir neçə saat orada vaxt keçirdik, sonra gəldik. İndi birazdan günorta yeməyinə gedəcəyik. Burada da balkonda yenə oturmaq yerləri var. Bunu göstərim. Qısa bir güncəlləmə etmək istədim. Bu arada heç bir makyaj falan etmirəm. Həqiqətən çox rahatam. Sadəcə SPF. Yəni normalda da çox makyaj eləyən birisi deyiləm. Çünki sevmirəm həqiqətən mən makyaj eləməyi falan. Amma burada daha çox rahat. Yəni ki, özümü nəyisə belə zorlamaq istəmirəm. Makyaj eləyim, belə görünüm, elə görünüm. Fərq yoxdur yəni. Çox elə mükəmməl görünməsə də olar. Qaldığımız yerdən qısa video çəkəcəm. Bu vlogda əlavə edəcəm. Bu əslində Urek vlog olacaq. Qısa çəkməyə çalışacağım. Çox da telefonla vaxt keçirmək də istəmirəm. Normalda evdə olanda işimə görə həmişə telefonla vaxt keçirirəm, müştərilərlə yazışmaq falan. İndi həqiqətən çox telefonla vaxt keçirmək istəmirəm. Nədənsə son zamanlar baş ağrılarım çox olur və burada da yenə bəlkə də günəş başıma vurdu, ona görə elə oldu. Bilmirəm, yəni ki, hələ də özümdə bir ağırlıq hiss edirəm. Başımda az bir ağrı var. Dərman içdim ki, çox artmasın. O qədər çox sürətli iş rejimində idim ki, indi yəqin ki, belə boş vermişdik. Mənə biraz hələ də normal gəlmir. Ki, yəni həmişə bir yerə adaptasiyam çox çətin olur. Bir gün falan keçməlidir ən azından. Ondan sonra yəni yavaş-yavaş bir neçə günə adaptasiya oluram. Ona görə bəlkə belədir. Deməli, bugün ayın 2-sidir. Bura gəlməyimizin 3-cü günüdür. İndi hazırlandı. Çıxırıq. Buralara biraz yaxın bir park var. Əvvəl getmişdik. Yəni sanki Amazondan bir parça kimidir. İndi oraya gedəcəyik. Deməli, dünən heç bir şey çəkmədim. Sadəcə həqiqətən hələ də yorğunluq atmaqla məşğul idim. Yorğunluğumuzu biraz atdıq. Bugün hava biraz yaxşıdır, yenə sərindir, çox şükür. Sərin deyil əslində, amma yəni belə dəhşət istidir, yəni normaldır. Düşündük ki, gedək, oraya gezək, ondan sonra qaydanda əgər hava isti olsa dənizə gedərik. Axşamda bilmirəm, yenə sadəcə yürüyüşə çıxırıq falan. İndi isə az da olsa qaldığımız yerin videosunu çəkməyə çalışacağım. Bura əslində villadır, yəni bir balkonu var. Otağın için tam çəkmək istəmirəm, çünki bütün əşyalarımız falan hamısı artıq yerləşdirilibdir. Boş halında da o qədər yorğun idik ki, çəkmək ağlıma belə gəlmədi. Havada biraz qəribə olur. Gah yağış yağır, gah gün çıxır, gah isti olur, gah küləkli olur. Əvvəlcədən bilmək olmur, yəni necə olacaq. Burada da atlar var.
Səsləri eşidirsiniz. İnsan özünü sanki Amazonda hiss edir. Burada bəzi ağaçlar var, hansı ki başqa ölkələrdən gətiriblər, bəzilərini gəmi ilə. Burada da flamingolar var. Bak siya babacığım. Ay tam. Hello. Ay, say gerekiyor. Sen işte. Tabii say gerekiyor. Vay.
gördüyünüz kimi burada çox nəhəng ağaclar var. Yəni kamerada nə dərəcə görünür bilmirəm, amma baxın məsələn bu arxadakı ağac həqiqətən çox nəhəngdir. Və baxın hansı ağac hardan gətirilib, burada qısaca məlumat yazılır. Məsələn, bu ağac Avstraliyadan gətirilib. Adı da, növü də burada yazılır. Bunun kimi bir çox ağac, yəni hansı ki, baxın, burada da belə iplərlə bərkidilib. İp deyil əslində, dəmirlərlə bərkidilibdir hamısı və hamısı başqa-başqa ölkələrdən gətirilmiş ağaclardır. Yəni ki, bunu minik bir Amazon kimi düşünə bilərsiniz. Yəni Gürcüstandakı Amazon kimi düşünə bilərsiniz. Yəni burada da yenə göl. Göldə də bir çox növ ördəklər var. Baxın, burada az öncə də göstərdim, flamingolar var. Amma o flamingoların tam yaxınına getmək yoxdur. Gölün içində də həqiqətən çox böyük balıqlar var. Bəzən suyun üstünə hoppanırlar. Kamerada onu göstərə bilmədim, amma bəzən həqiqətən çox böyük balıqlar suyun üstünə hoppanır. Quşların səsidir. Bura həddindən artıq böyük bir yerdir. Buranı əslində fiziki bir şəxs satın alıb, torpaq ərazisini satın alıb və öz imkanlarıyla bütün bu ağacların hamısını gətizdirib. Yəni öz imkanlarıyla bütün bu gördüyünüz ağaclar olsun, quşlar olsun, hamısını şəxsi öz imkanlarıyla edib və giriş tamamilə pulsuzdur. Tamam. Bu kalıyor. Burada da flamingoların yuvasıdır. Bir de bağlıdır. Magnolia. Böyük çiçəkli magnolia. Bura bambuk meşələridir.
İndi bu körpünün altına giderik. Burada yol var, qaranlıq yol var. Buradan körpünün tam altına geçerik. Dəhşət böyükdür. Baxın burada böyük bambuk meşələri var. Burada içəridə burada yazılmayıb hansı quş olduğu. Fərqli quş növləri var. Deməli, hava o qədər istidir ki, heç biri çölə çıxmır. Hamısı içində yuvasındadır. Deməli, biz nə vaxt paltarları səririk, onda yağış başlayır. Yəni ona görə burada paltarın qurumağı qeyri-mümkündür. Nə vaxt yağacağı bəlli deyil. Bir yağır, bir dayanır. Səhər saat 8'dir. Əslində daha tez durmaq istəyirdim. Uyanmışdım, amma dura bilmədim. İndi gedirəm biraz saatində yürüyüş eləyəcəm. Dünən həqiqətən çox güclü yağış yağdı. Gecə yağmadı sanki. Çünki pəncərəyi açıq qoymuşdum. Yəni yağsa səsini eşidərdim. Amma hər yer belədir. Görək bugün hava necə olacaq. Əvvəlcə gedib hardansa bir kofe tapmaq istəyirəm. Baxım görüm hazırlayan yer varmı? Heç fikir verməmişdim yerinə qədər var ya yox. Yəqin ki olar deyə düşünürəm. Marketlərdə ən azından. Market dediyim əslində bir market var burada. Sanki birini yerim var idi deyə düşünürəm. Yox. Sadəcə Nikora var, amma sanki sipar görmüşdüm haradasa. Evdə də hazırlamaq istəmədim. Termos maşında qalmışdı deyə ərindim. Yəni get onu al, gətir, sonra yenə
yer qayıt. Hava gördüğünüz kimi bulutludur, amma soyuq deyil, istidir. 30 dərəcə falan olur normalda. Bulutlu olsa belə, yağış yağsa belə həqiqətən isti olur hava. Ona görə də insanlar hər hava şəraitində dənizə girirlər. Yəni normal olaraq o qədər pul verirlər, otellərə gəlirlər. Yəni sırf yağışa görə oturub da neçə gün dənizə girmədən durası deyirlər ki, biz də onu kimi. Amma həqiqətən hava çox istidir bu dəqiqə. Mən indi bütün sahil boyu yeriyəcəm. Ondan sonra isə yavaş-yavaş evə gedəcəm. Əslində düşünürəm ki, işte daha incə giyinsəydim də olanda, çünki hava soyuq görsənirdi. Sadəcə mən biraz tez çıxa bilmədiyim üçün hələ də hava qızdı yəni. Səhər biraz daha tez çıxsaydım sərin ola bilərdi, yəni üşüdücü bir soyuq ola bilərdi. Əslində planım saat 7-də çıxmaq idi, amma 8-də çıxdım. Evə qayıdıram. Gedib səhər yeməyi yeyib, sonra yenə çıxarıq. Bugün hava yenə də soyuq deyil yəni istidir. Bu da qaldığımız villanın uzaqdan görünüşüdür. Yəni görüntüsü çox gözəldir. İçi də gözəldir. Demək, indi hazırlandıq. Bir neçə yaxında park var, oraya gidəcəyik. Bu şəkildə geyindim. Belə sadə bir geyim istədim. Bunları da özüm dikmişdim. İstədim ki, geyinəm burada və bununla uyğun olsun deyə belə güllü yüzük taxdım. Bunu da oğlum üçün gətirmişdilər. Demək olar ki, çox vaxt bizlə yatır, amma yenə də gətirdi ki, yəni ehtiyac olsa yatsın. Çiçəkli yorğanlar ən sevdiyim stillər, çiçəklər. Gəldik, çıxdıq belə bir yerə. İçəridən nəsə musiqi səsləri falan gəlir. Baxın, Kolxeti Milli Parkı.
Здесь склад. Это 30. Sabahınız xeyir olsun. Uyandım səhər. Bugün daha çox yağış yağıb. Yəni bu gecə daha çox yağış yağıb. Baxın. Hər yer ıslaqdır. Əslində biraz tez oyanmağı planlayırdım yenə, amma yenə saat 8-də durdum. Və duran kimi çıxdım, yəni tez geyindim, çıxdım. İstədim ki, bu sərində biraz yeriyim. Dünən deməli çəkimin davamını gətirə bilmədim üçün. Sonra da axşam elə çıxdıq, burada dostlarımız var idi. Onlarla görüşdük, onlarla birlikdə sahildə oturduq. Bir kafe kimi bir yerdə oturduq, amma orayı heç bəyənmədik. Yəni bərbad bir yer idi. Hizmət çox pis idi. Ondan sonra qalxdıq, sahildə biraz oturduq və evə gəldik. Bu arada buradakı hədiyyəlik mağazalardan bir neçə bijuteriya aldım. Onu da göstərərəm. Aslında qiymətlər həqiqətən çox bahadır. Yəni mənə kimi belə əl işi olan və özü hər şey eləyə bilən insana görə bahadır, amma yenə də xatirə olsun deyə bir-iki dənə aldım. Onu da evə gedəndə sizə göstərərəm. İndi gedib əvvəlcə bir kofe alacağım yenə. Kofemi içərək gedəcəm sahilə. Aslında cappuccino içmək istəyirəm bugün. Şəkər istəmirəm. Okay. Elə qapaqsız olmağı yaxşı deyil, amma yenə də kofe olduğuna şükür deyirəm. Belə hava da yenə də nəyin içindir, heç yaxşı deyil. Sanki nəsə yenə də damcılıyır, amma bilmirəm, indi ağaçlarda qalan sulardır, ya nə. Amma bugün dünənə baxanda daha çox yağışlıdır, daha çox nəmdir hər yer və bilmirəm, dəniz daha çox dalğalıdır. Baxaq görək, bu dalğaya baxmayaraq hələ də dənizə girənlər varmı? Belə çox az insanlar var. Hardasa 2-3 nəfər gördüm ki, dənizdə. Bilmirəm, görək saat keçdikcə dəniz necə olacaq, yəni 2 saat mi olacaq. Görək. Amma belə çox gözəldir, yəni hava əsir, sərin-sərin. İnsan yəni ki, yenə də çünki havada istiyi hiss edirsən, belə üşümürsən də, yəni istiyi hiss edirsən deyə bu sərinlik sənə çox gözəl gəlir. Oh, huzur. Cappuccino şəkərsiz almama baxmayaraq yenə də şirin dadı verir. Səhər tezdən həmişə acı bir kofe istəyirəm. Deməli bugün və
sabah burada son günümüzdür. Sabah ayın 5'i əslində biz 6'sı çıxacağıq. Amma 6'sı biz buradan Trabzona keçəcəyimiz üçün istəyirik ki, səhər tezdən çıxaq ki, sərhəddə yəni çox insanlar olmasın. Normalda səhər 8 və axşam 8-də sakinlik olur güya. Ona görə səhər elə 6-da falan belə buradan çıxsaq dedik. Səhər 8-də elə sərhəddə olsaq çox da öçərək olmaz deyə düşünürəm. Yəni səhər saatlarında çox insan olmur deyilənə görə. Yoxsa yəni dəhşət çox qalmalı ola bilərik. Onu da istəmədiyimiz üçün elə istəyirik ki, tezdən gedək səhər. Əslində yoldaşım da gəlmək istəyirdi yürüyüşə, sadəcə hələ yatırdı bizim bəyəfəndi. Ona görə o gələ bilmədi, dedi ki, yaxşı sən git. Elə biraz oturum, sonra sona qədər yürüyəcəm. Sonra marketdən bir-iki şey alacağım. Süt falan alıp pankek eləyim dedim. Elə. Çok güzel esiyor. Bazı şeyler aldım marketten. İndi gedirəm otelə. Pankek yemək istəyirəm. Oğlum üçün biraz fərqlilik. Bir də günorta sup eləyəcəm, toyuq supu. Yəni gəldiyimizdən bəri heç sulu bir şey yemədi. Ona görə istəyirəm ki, bugün nəsə sulu bir şeylər eləyim ki, daha da yesin. Yine kırpmayı boş görmüşkən paylaşım istedim. Burada 3 tane xaladenik var. Burada belə qısa 2 dənə masa var, belə yemə alanıdır. Burada masalar. Buradan da belə yenə kuxnyaya girilir. Yenə burada belə deyim qab-qacaqlar olan bir bölmə var. Burada da yine qabları yumağı falan ve büyük belə bir mətbəxdir. Yəni hər cür şey var. Burada da belə ada masadır və içinə istədiyiniz quru ərzaqlar falan yığmaq mümkündür. Belə. Burada həyətdir. Qəşəng ki, orada barbekü falan yeri var. Bir kek pişirmək istəyirəm. Kekim salınmadı, sadece elde çırptığım için çok kabarmadı ama yine de ki bu da çok elə yaxşı fırın yoktu. Yine de pis çıxmadı. İndi kofemi içtim. Yemek de hazırladım, bulyon hazırladım oğlum için, toyuq bulğunu. İndi onu yedizdirib biraz dənizə aparmaq istəyirəm. Hava artıq sanki hava qızdı ama hələ də günəş yoxdur yəni və yaxşıdır yəni ki, xoş gəlir. Deməli bugün mətbəxdə çox vaxt keçirdim. Yəni bulyon elədim və belə çıxdıq otağa, oğlum yatdı. Biraz o yatmışkən mən də həm videoları montajlayım dedim. Yəni en azından bir dənə videonu biraz montajlasam bəsdir. İndi isə dedim tez unutmadan sizə aldıqlarımı göstərim. Bir neçə dənə minik şeylər aldım buradan. Onları göstərim.
Hava da artıq açıldı demək olar ki, tam anlamıyla. Yəni elə lap çox günəş vurmur, amma artıq belə göyün üzü falan açıldı. Ki mən də biraz yoruldum əslində. İndi istəyirəm oğlum yatdığı vaxtda mən də biraz dincələrək ya video montaj eləyim, yoxsa axşama daha çox yorğun olaram. Bir rus qadın var, o da örgü örürdü. Hətta mənə dedi ki, mən dedi öndə bir şey örürəm dedi. O dedi, sənin kimi uzun boylu birinə örürəm dedi. Tam sənin qolunun uzunluğu da onun kimidir dedi. Sənin üstündə ölçərəm falan. Baxın, hava da belədir, açılıb. Demək olar ki, paltarlarımız da çox şükür yavaş-yavaş quruyur. Bugün səhər yeməyini və günorta yeməyini həyətdə yedik. Qəşəng külək əsir. Həqiqətən əsinti çox gözəldir. Amma demək olar ki, gələndən hələ ki balkonda heç oturmamışam. Gah yağır, gah gün çıxır, ıslaq olur. İndi belə sizə aldıqlarımı göstərim. Əslində açmamışam. Sadəcə bunu açmışdım və bunu taxmışdım bugünü. Çox gözəldir. Çox xoşum gəlir. Belə deyim, bunlar əslində hər yerdə tapa biləcəyim bir şeylərdir. Sadəcə istədim ki, buradan da yenə nəsə bir hədiyyəlik mağazaları gəzim və nələrsə alım. Və belə bir qolbağı aldım. Dəniz qabıqlarını çox sevirəm nədənsə. Bu təbii ki, imitasiyadır. Bu qolbağı da gördüyünüz kimi bunu 5 liraya aldım. Bilirəm ki, yəni bu təbii ki, başqa yerlərdə bəlkə daha ucuz ola bilər, amma dediyim kimi mən buradan əslində xatirə bir şeylər istəyirdim ki, bijuteri kolleksiyamda bunlar da olsun və belə bir ayaq üçün aldım. Çox qəşəngdir və bu ikisinə uyğun olsun istədim. Rəngləri. Belə bir kiçik bir şey aldım. Ondan əlavə belə bir saç tutucu. Bunun da yenə stili xoşuma gəldi. Sarı və mavi. Yəni biraz dənizə oxşar temalı olsun istədim. Bunun qiyməti 6 lar idi. Və təbii ki, saçımı yığmağa belə bir şey yanımda götürməmişəm. İnsan nə qədər planlı gəlsə də mütləq yaddan çıxan xırda şeylər olur. Ona görə belə bir şey aldım. Belə bir sep aldım. Nəsə xoşuma gəldi bunun belə qara ürəkli və inci detaylı olmağı. Bu da gördüyünüz kimi 8 lar idi. Və ən son bu biraz bahadır. Yəni ki çox da uyğun qiymətli deyildi. Belə bir sep aldım. Bu epoksitdən hazırlanıb və fosforludur. Yəni gecə qaranlıqda parıldayır. Nəsə çox xoşuma gəldi. Bunun içi balıqlı da var idi, delfinli, mavi tonlarda idi. Amma bu çox xoşuma gəldi. Dəhşət çox xoşuma gəldi. Bunun da qiyməti 25 lar idi. Burada da nəsə bataqlıq var. Bəxtindən yenə yağış başladı. Deyirəm, burada bəlli deyil. Gah yağır, gah günəş çıxır. Belə, neysə, indi isə videoyu ciddi montajlamaq başlayacağım. Qurumaq üçün asdığım paltarlar var idi. Onları yığdım ki, ıslanmasın. Əslində 2 gündür qurumur bir türlü. Çünki gah yağır, gah yağmır, amma bugün biraz güneşli olduğu üçün birazcık qurudu. Çox az nem qaldı. Ona görə təkrardan ıslanmasın deyə onu yığarkən biri aşağı düşdü. Onu getdim, aldım qaçılaraq. Belə, indi videoyu montajlamağa keçəcəm. Ona kimdə oğlum oyanar. Baxaq nə edəcəyik onda.
Deməli bura Tina Teleparkıdır. Girişidir. Saat 6-dan, axşam saat 6-dan 12-yə qədər işləyir. 18-dən 00-a qədər işləyir yəni bura. Bu atlı karıncaya 5 lari verdik. Deməli belə maşınlarla dinozorların arasında da tur elədik. Bunun da qiyməti 10 lari idi. Deməli bu parkın adı Titina Teleparkıdır. Titina Tele də bu heyvanın adıdır Gürcücə. Uğur böcəyidir, yoxsa səhv eləmirəmsə, yəni uğur böcəyi deyilir. Bu tərz atraksiyonlardan oldum olası qorxmuşam, amma buna oturanları da mən anlamıram. Yəni niyə belə bir adrenalinə ehtiyac duyur bir insan? Nə bilim. Orada da labirent var. Bu nəsə maraqlı görsənir, amma bilmirəm. Qorxuram, risk eləyim, bilmirəm. Uşaqlar üçün uyğun deyil, amma
Yaxınlaşdığında da tam görünür ne gün oldular. Abi sonra orada değil. Baba, abi ne orayı soramadı. Ne orada? Öyle değil. Hayır sorabilirim. Hayır. Hayır sorabilirim. Hayır, başka ben sorabilirim. Bu da daha balaca uşaqlar üçün içəridə əyləncə yeri var. Bura mütləq gəlin, çox təmizdir. Labirintin də qiyməti 6 laridir. ციცინათელას მიიროსოს უნებს სუფთა ჰაერი უნდა. ამიტომ გაითვალისწინეთ, რომ მოწევა ნებადართული მხოლოდ სპეციალურად განკუთვნილ Deməli, bu helikopterə də 6 lari verdik. Maraqlıydı. Bu maşınlara da 4 lari ödedik. Tamam, buraya 5 lari ödedik. Bu da cücələrin evidir. Bu da elə qatarla gəzilir, eyni dinozor evindəki kimi. Deməli, belə bir tırtıl atraksiyonudur bu da. Bu da 10 laridir. 10 lari, ama bu biraz daha büyük ve uzundu. Ve en son belə bir gəmi formasında fırlanan bir şey var. Bunun da qiyməti 10 laridir. Bir türlü fırsat olmadı ki ben otelin həyətində çəkeyim. Həyəti belədir. Baxın, burası giriş qapıdır. Belə qəşəng oturma alanları var. Burada da çay bax var. Belə təmizdir əsas məsələ. Bitkilər də var. Belə girişdə də belə bir saat. Belə giriş qapı. Sabahınız xeyir olsun. Uyandım tekrar tezden. Hemen çıktım mutfaktan. İşte ben yine tezden uyandım. Gördüğünüz gibi. Bugün biraz daha çok yağışlı. Islanmayın diye. Bunu da götürdüm. Deməli, burada bugün son tam günümüzdür.
Sabahdan isə inşallah tezdən çıxacağıq. Çünki sərhəd keçmək üçün biraz tez orada olmalıyıq deyə düşündüm. Daha çox insan olmasın deyə. Deməli, bugünkü planlarımızdan biri hava yağışlı olsa da dənizə girməkdir. İndi sahilə gedirəm biraz yerməyə. Baxacağım görüm sahildə, yəni bu havaya baxmayaraq insanlar varmı? Amma olur. Əslində yağışlı olsa da hava çox nəmdir. Yəni ki, yenə də bu yapışqanlıq hissi, bədənində bir istilik hissi hiss eləyirsən. Ona görə yəni hava nə olursa olsun bugün girəcəyik biz dənizə də. Ondan sonra isə bütün günü yenə buralarda fırlanmaq istəyirik. Sabah yenə gün sonuna qədər əslində vaxtımız var. Yəni oteldən çıxışımızı gün sonunda verə bilərik. Sadəcə dediyim kimi, yəni sabahki günündə artıq Türkiyədə oteldə tutduğumuz üçün sabah səhərdən gedib keçmək istəyirik ki, sonra orada çox qalmayıq səhərdən. Gedirəm indi sahilə doğru. Yağış da yağmıyor artık. Bakın bu hissə buranın en derin hissəsi olduğu için bu tarafta hiç kəs üzmür. Diğer tarafta var insanlar ve bura iplə bağlayıblar. Yani buradan girən kimi dərinlik başlayır. Ona göre de bu hissədə heç kəs yoxdur. Arxada və qabaqda insanlar var artıq. Bugün daha çoxdur. Dünən bu saatda demək olar ki, belə 3-4 nəfər var idi, amma bugün daha çoxdur. Əslində bugün hava durumu daha gözəl göstərir. Bilmirəm, indi baxaq. Mən indi biraz oturacağım burada. Zontiki de boşuna götürdüm. Sadece otelin yanında çok yağırdı. Bura geldim yağmur. Elə burada oturacağım biraz. Belə hazırlandıq, çıxırıq. Keçən dəfə getdiyimiz Dendrologiya parka gedirik. Əslində biz oraya getdik, gəzdik bir dəfə. Əvvəl yenə bir dəfə gedib gəzmişdik, 2 il bundan əvvəl. Sadəcə dostlarımız da buradadır indi. Təklif elədilər ki, gəlin birlikdə gedək. Qaydanda elə dənizə gedərik deyə düşündük. Hələlik gedək, biraz da onlarla birlikdə gəzək. Həm də ki, hava bugün biraz sərindir. Biz keçən dəfə gedəndə çox isti idi deyə heyvanlar çıxmamışdı daha çox qəfəsindən. Bugün bir yenə gəzək dedik, fərqli şəkillər çəkdirək. Keçən dəfə daha çox videolar çəkməyə çalışdığım üçün çox da elə anın tadını çıxartmamışdım. Bu dəfə çox videoyu almayacağım. Sadəcə daha çox detaylı təbiətin tadını çıxardacağım. Ayna da çox kirlidir. İndi gedirik Amazona. Saçım başım yine dağılıb. Belə
Islanıram. Həqiqətən sevmirəm bu ıslıq hissini. Bu vlogu burada bitirirəm. Kanalıma abunə olsanız, mənə dəstək olsanız çox sevinərəm. Çalışdığım qədər vaxt tapdıqca daha maraqlı videolar çəkməyə çalışıram. Amma həqiqətən video çəkərək nəyisə etmək çox çətin olduğu üçün bəzən çəkmirəm, yəni davamlı çəkmirəm. Ona görə də istədiyim kimi alınmır videolar hələ ki. Amma inanıram ki, bir gün daha sərbəst vaxtım olar və YouTube'a daha çox vaxt ayıraram. Hələlik əlimdən gəldiyi qədər göstərməyə çalışıram, çəkməyə çalışıram. Dediyim kimi, yəni kanala abunə olaraq mənə dəstək olsanız daha çox motive olaram. YouTube'a üstünlük verib biraz da vaxt ayırmağa çalışaram. Sağ olun. Bu kuğular çox xoşuma gəldi. Bunu aldım 8 nariylə qiyməti.